Ölkənin əsas səhərindəsiz. Sabahınız xeyir, hörmətli tamaşaçılar. Canlı cələ efirimiz davam edir. Bir daha təqvimə nəzər salaq. Artıq 1 avqust tarixi yetişdi. Çoxlarınız bugündən, bu tarixdən nəyisə gözləyirsiniz. Nəsibiniz olsun. O ki, qaldı haqqında söhbət açacağımız mövzuya düşünürük ki, bu sizi nəinki düşündürəcək. Eyni zamanda bu haqda ətraflı danışsaq, bir sıra suallara eləməz bizim telefir vasitəsilə siz cavab tapacaqsınız. Avqustun 1-dən Bakıda məktəbə hazırlıq qruplarına elektron qeydiyyat başlayır. İncəliklər nədən ibarətdir? Təfərrüatı ilə bu suallarla biz həmsöhbətimizə müraciət edəcəyik. Bakı şəhər üzrə təhsil idarəsinin sektor müdürü Lamiyə Şərəf xanım. Sabahınız xeyir olsun. Hoş gəlmişsiniz Lamiyə xanım. Artıq bugündən demək olar Bakıda məktəbə hazırlıq qruplarına elektron qeydiyyat başlayır. Bu əlbəttə ki, valideynlərin nəzərindədir. Çünki xüsusi elektron səhifədə xüsusi səhifə yaratmaq, şəxsi səhifəni yaratmaq və bütün bunları valideynlərə bir anlaşıqlı olsun deyə biz istərdik ki, siz məktəbə hazırlıq qrupları ümumiyyətlə nəyi nəzərdə tutur, hədəf nədir? Cəmiyyətə sözsüz ki, bir sosiuma gözəl bir tərbiyədə, dünya görüşündə uşaq bəxş etmək üçün hər şey elə hazırlıqdan başlamalıdır. Yəni bu ibtidai sinif deyil, bu artıq məktəbə hazırlıq qruplarıdır. Buyurun, istərdik başlayasınız elə söhbəti bu mövzuda. Təşəkkür edirəm. Belə bir aktual mövzuya bugün səhər toxunduğumuza görə bizim üçün də təbii ki, aktual bir gündür. Ona görə ki, biz artıq Bakı şəhər üzrə təhsil idarəsi, ümumiyyətlə Təhsil Nazirliyi olaraq birinci sinifə bu il şagird qəbulu prosesini demək olar ki, 90%-ni yekunlaşdırmışıq və bugün bizim üçün tam yeni bir gündür. Çünki 5 yaşlı uşaqların məktəbə hazırlıq, yəni məktəbin birinci mərhələsindən qəbul prosesinə start vermişik. Bugündən başlayaraq bütün valideynlər, yəni 5 yaşı, övladının 5 yaşı bu il tamam olacaq, bu təqvim ili tamam olacaq valideynlərimiz. Yəni 2012-ci il təvəllüdlü uşaqların elektron məktəbə qəbul EDUAS saytında qeydiyyatdan keçərək məktəbə hazırlıq prosesini təmin edə bilərlər. Məktəbə qəbul EDUAS saytı ümumiyyətlə artıq cəmiyyətimiz üçün aktual və tanış bir saytdır. Ona görə ki, birinci sinifdə həmin sayt üzərindən qəbul prosesini həyata keçirdik. Qeyd eləmək istəyirəm ki, məktəbə qəbul ümumilikdə Təhsil Nazirliyinin son 3 ildə həyata keçirdiyi ən vacib və ümumiyyətlə sosial yönümlü, eyni zamanda ümumiyyətlə bütün cəmiyyət üçün aktual olan layihələrdən və ümumiyyətlə proqramlardan biridir. Məktəbə hazırlıq son 3 ildir ki, həyata keçirilir. İlkin ildə 20%-lə əhatə edirsə, əgər bu sonuncu il, yəni bu 3-cü ildə biz 65% Bakı şəhəri, ümumiyyətlə ölkə üzrə məktəbə hazırlıq yaşında olan uşaqların əhatəsini, ümumiyyətlə əhatə olunmasını hədəfləmişik. Məqsəd nədən ibarətdir? Əlbəttə ki, 5 yaşlı uşaqların bilirsiniz ki, ümumiyyətlə dünya təcrübəsi göstərir ki, uşaqlar nə qədər tez erkən inkişaf dövrünə başlayırlarsa, bir o qədər daha uğurlu olurlar irəli yaşlarında. Onların mənimsəmə qabiliyyəti yaxşı olur. Mənimsəmə qabiliyyəti ümumiyyətlə kollektivə uyğunlaşma, fiziki inkişaf, savad təlimi, fiziki inkişafla yanaşı əqli inkişaf, ümumiyyətlə oyun vasitəsilə təlim kimi bir çox müasir yanaşmalarla tanış olurlar. Hansı ki, bu da bu il məktəbə hazırlıq prosesində, məktəb yaşlı məktəbə hazırlıq prosesində cəlb olunan uşaqlar üçün nəzərdə tutulan yeni kurikulumda hədəflənir. Necə keçiriləcək? Bu mexanizm necə həyata keçirilir? Ondan ibarətdir ki, əlbəttə ki, valideyn məktəbə hazırlıq EDUAS, məktəbə qəbul EDUAS saytında qeydiyyatdan keçir, şəxsi kabinetini yaradır və şəxsi kabinetini yaratdıqdan sonra istədiyi yaxın ərazidə yerləşən, yəni məktəbə hazırlıq qrupu açılacaq məktəbin siyahıdan seçərək, rayon üzrə siyahıdan seçərək uşağı üçün ora sorğu yerləşdirir və sorğunun yerləşdirilməsi üçün valideynə yalnız onun özünün şəxsiyyət vəsiqəsi, yəni özünün və övladının şəxsiyyət vəsiqəsi və yaxud doğum haqqında şəhadətnaməsi lazımdır ki, bu sənədlərlə. Bəlkə iş yerinə yaxın olan rayonu seçim etsə, bu mümkündürmü? Əlbəttə, əslində əgər həmin ərazidən olan uşaqları qəbul edirsə və ümumiyyətlə yer qalırsa, bu mümkündür. Çünki qaydalar göstərir ki, məktəbə hazırlıq qruplarına getmək hələ həmin məktəbdə birinci sinifə getmək anlamına gəlmir. Ona görə ki, bu daha çox insanların marağının artırılması və ümumiyyətlə uşaqların daha çox yaşadığı ərazidə, yerləşdiyi ərazidə, ona uyğun olan yerlərdə yerləşdirilməsi müəllimlərin də seçimi məsələsində valideynlərin şansı var. Məsələ burasındadır ki, məktəbə hazırlıqda bu il ümumiyyətlə qaydalar, Cənab Nazirin imzaladığı qaydalarda bu özünü göstərib ki, məktəbə hazırlıq qruplarında işləyən müəllimlər mütləq təcrübəli və növbəti tədris ilində 4-cü sinifdə tədris eləyəcək müəllimlərin bu tədris ili üçün, üzümüzə gələn tədris ili üçün 4-cü sinifdə tədris eləyən ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub. Çünki əslində daha çox məktəb mühiti və növbəti il müəllim özü hazırladığı uşaqlarla birlikdə mühitdə daha
daha rahat işləyə bilməsi məqsədi ilə 4-cü sinif daha təcrübəli və bu sahədə özünün marağı və motivasiyası olan müəllimlərə üstünlük verilir. Təbii ki, müəllimlər seçildikdən sonra hər bir məktəblə ciddi bu sahədə 1-2 aya yaxındır ki, iş aparırıq və hər il bu mərhələ baş verir və növbəti il, oktyabrın 1-dən məşğələlər başlayana qədər müəllimlər müxtəlif təlim kurslarından keçirlər eyni zamanda. Əslində biz danışırıq, istərdik biraz valideynlər üçün də reallığa yaxın olsun. Çünki söhbət 5 yaşlı uşaqlardan gedir. Bəli. Burada həm tərbiyəçi, həm müəllim, yəni bir psixoloq formasında bir şəxsiyyət olan insan olmalı. Yəqin ki, keyfiyyət göstəricilər buna yaxın olmalı. Tam razıyam sizinlə və ümumiyyətlə, bəli, əlbəttə bu nüans mütləq nəzərə alınıb. Buna görə ki, söhbət o uşaqlardan gedir ki, bunlar hələ uşaqdırlar və onlar ümumiyyətlə məktəb həyatı... Yəni, tədris prosesində də bu tamamilə dərs deyil. Tamamilə dərs deyil. Ona görə ki, mən əvvəldə vurğuladım ki, məktəbə hazırlığın xüsusi özünün kurikulumu var və kurikulumda nəzərdə tutulduğu kimi oyun vasitəsilə təlim anlayışı hər bir məqamda öndə gəlir. Ona görə ki, bütün savad təlimi də, fiziki inkişaf da, əqli inkişaf kimi bütün nəzərdə tutulan 5 inkişaf sahəsində bütün təlim oyun vasitəsi ilə həyata keçirilməlidir və buradan da valideynlərə səslənib bildirmək istəyirəm ki, əslində məktəbə hazırlıq mərhələsində uşağın məktəbə gəlib o mərhələdə ümumiyyətlə məşğul olması o demək deyil ki, uşaq mütləq əlifbanı öyrənməlidir. Ümumiyyətlə bunu heç bir formada müəllimdən tələb eləmək və yaxud müəllim əksinə belə bir şeyə yol verərsə, bunu valideynə ümumiyyətlə yəni yol verilməz haldır. Bəli, həyat haqqında bilgidir, uyğunlaşmadır, kollektivə uyğunlaşmadır, mühitə adaptasiya prosesindən söhbət gedir. Eyni zamanda uşaqların təbii ki, məktəb proqramına hazırlığı dövründə uşaq necə ümumiyyətlə belə deyim də sizə tam 30 dəqiqə ərzində məşğələdə özünü adaptasiya olunması, ümumiyyətlə uyğunlaşması. Bu, hardasa stres test xarakteri daşıyır. Bəli, hardasa əlbəttə ki, tam hazırlıq anlamına gələn bir. Burada uşağın dünya görüşü, təsəvvürü, təxəyyülünün inkişafı, formalaşdırılması, yeni aləmlə tanışlığı, musiqi təbii ki, doğrudur. Yəni, tamamilə uşağın təfəkkürünün inkişafına yönəlik bir prosesdir və hesab edirəm ki, dünya təhsil sistemində də bu artıq özünü sübut eləmişdir ki, məktəbə hazırlıq mərhələsində keçən uşaqlar öz həmyaşıdlarından əlbəttə ki, bir neçə dəfə qabaqda olurlar. Ona görə də məsləhət ondan ibarətdir ki, əlbəttə, uşaq nə qədər erkən inkişaf dövründə, yəni bu cür hazırlıq proseslərinə qoşulursa, bir o qədər də uğurlu olur. İbtidai siniflərdə bilirik ki, dərs prosesindən müəyyən bir yarım illiklərdə xüsusi imtahan şəklində, yəni uşaqların yoxlanılması, müsabiqə yolu ilə. Bəs burada necə məktəbə qədər qruplarda? Çünki hər bir uşaq individumdur. Onun xüsusi inkişaf səviyyəsi müxtəlifdir. Hər hansı bir bilikdə? Onu qeyd eləmək istəyirəm ki, öncədən qeyd elədim ki, valideynlər qeydiyyatdan sistemindən keçirlər və onlar ümumiyyətlə sənədlərin elektron qaydada qeydiyyatı əgər avqustun 1-dən sentyabrın 20-sinə qədər, 18-nə qədər həyata keçiriləcəksə, sənədlərin məktəbdə real qəbulu avqustun 15-dən sentyabrın 20-sinə qədər həyata keçiriləcək. Bu prosesdə valideyn sadəcə ondan tələb olunan sənədləri aparmaqla, burada yeganə nəzərdə tutulub uşağın sağlamlıq haqqında arayışı, yəni forma U26, bu həmin forma onu göstərir ki, uşaq tam sağlamdır və əqli və psixi cəhətdən, yəni uşaqda normal inkişaf, yəni tipik inkişaf sxemi keçmiş bir uşaqdır. Bu baxımdan uşağın heç bir formada məktəbə gətirilməsi və yaxud hansısa bir testdən, psixoloji sorğu-sualdan və yaxud müsahibə mərhələsindən keçməsinə ehtiyac yoxdur. O baxımdan da valideyn yalnız uşağın sənədləri daxilində, onun 2 ədəd foto şəkilidir, sağlamlıq haqqında arayışıdır və doğum haqqında şəhadətnaməsidir. Bir də eyni zamanda elektron qaydada öz elektron səhifəsindən çap elədiyi ərizədir ki, bu sənədləri məktəbə təqdim eləməklə uşağın artıq məktəbə hazırlıq mərhələsində oktyabrın 1-dən məşğələlərə başlamasına bir imkan rəvac verir. Məşğələlər həftəlik olacaq yəqin ki. Bəli, həftədə 3 dəfə nəzərdə tutulubdur. 4 dəfə üzr istəyirəm, 3 saatdan cəmi 12 saatlıq məşğələdir və məşğələlərdə hər məşğələnin müddəti 30 dəqiqədən ibarətdir. Yəni 45 dəqiqə deyil, 30 dəqiqədən ibarətdir. Burada mütləq uşağın o diqqət, konsentrasiya məqamı mütləq nəzərdə saxlanılır və təbii ki, qeyd elədiyim kimi xüsusi kurikulumu var. Ona görə də bu məşğələ qruplarında tədris eləyəcək müəllimlər, ümumiyyətlə məşğul olacaq müəllimlər üçün xüsusi təlim kursları hazırlanıb. Bu da təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən artıq start verilibdir. Tədris vəsaiti necə? Burada konkret olaraq tədris vəsaiti deyil, yenə də kiçik yaşlı uşaqlar üçün ümumiyyətlə əlbəttə ki, təxmini planlaşdırılma metodikası, materiallar, proqramlar var. Onun əsasında müəllim özünün istədiyi müxtəlif vəsaitlərdən də istifadə edə bilər. Eyni zamanda müxtəlif seçim də ola bilər. Yəni burada müxtəlif seçimlər var. Çünki bədii təfəkkürün inkişafı ilə bağlı o müxtəlif
sayda metodikalar var, ümumiyyətlə əlavə vəsaitlər var ki, yəni konkret olaraq dərslikdən söhbət getmir. Hər bir müəllimin seçiminə bağlı olan bir məsələdir. Eyni zamanda təbii ki, Təhsil İnstitutu tərəfindən də tövsiyələr var ki, hansı vəsaitlərdən istifadə olunmalıdır. Və onu da qeyd edeyim ki, Bakı Şəhər Üzrə Təhsil İdarəsi planlaşdırır ki, yəni ötən tədris ilində olduğu kimi, eyni zamanda Təhsil İnstitutu ilə birlikdə məktəbə hazırlıq qruplarının gedişi zamanı prosesə nəzarət eləmək, monitorinq aparmaq, uşaqların inkişaf dinamikasını izləmək və bunun nəticəsində də əlbəttə ki, növbəti tədris illəri üçün hər hansısa bir təxmini planlaşdırmalar və ümumiyyətlə müvafiq qərarların verilməsi ilə bağlı hansı addımlar atsın. Seçimlərdən söhbət açırız. Lamiyə xanım, valideynlər daha yaxşısını edə bilərdim deyə düşünürlərsə, sonraki mərhələdə bu seçimi dəyişə bilərlərmi? Yəni, əlbəttə, bəli. Əgər mən sorğu yerləşdirmişəm yaxınlıqda yerləşən bir məktəb üçün, amma bir müddət keçəndən sonra, yəni əgər sənədlərimi verməmişəmsə, təqdim etməmişəmsə, elektron qaydada daxil olub öz kabinetimdən sorğunu silib digər bir məktəb üçün sorğu yerləşdirmə bilmə imkanımız var. Ona görə də valideynlər üçün bu seçim rahatdır. Yəni aparıb təqdim etməmişdən və yaxud aparıb sənədləri təqdim etdi, necəsə qərar verə bilmədi, köçmə mərhələsinə, yəni çünki insanlar planlaşdırılmayan hadisələr baş verə bilər. Ona görə də bu çox rahatdır. Yəni istənilən az geriyə öz kabinetindən sorğunu ləğv edib, yeni məktəb üçün yerləşdirib, sənədləri digər məktəbə təqdim edə bilər. Bir də onu qeyd eləmək istəyirəm ki, məktəbə hazırlıq qruplarında minimum 15 sayda uşaqla biz start vermişik. Şəhər yerləri üçün, kənd qəsəbələr üçün isə minimum 10 uşaqla bu qruplar formalaşdırılmalıdır. Və qeyd edeyim ki, yaxın 2020-ci ildə... Yəni keyfiyyətli, daha effektiv təhsil almaq üçün. Daha effektiv təhsil almaq üçün, amma minimumdan söhbət gedir. Elə ərazilər ola bilər ki, orada əlbəttə ki, əhalinin marağı 100% ola bilər. O situasiyada, bəli, biz çalışacağıq ki, yəni bütün istəkləri, bütün arzuları nəzərə alaq. Lamiyə xanım, bax, bu elə qeydiyyatdan irəli gələrək bir mübahisəli məsələ də yarana bilər. Ola bilər ki, valideynlərin əksəriyyəti bir müəllimi daha çox seçim etsinlər. Yəni, burada balans necə tənzimlənəcək? Eyni qaydada, yəni birinci sinifə qəbulda qoyulan limit təbii ki, bir müəllim üçün sistemdə yerləşdirilir və ümumiyyətlə adı hələlik müəyyənləşdirilməyən müəllim vakant kimi qeyd olunur. Azərbaycan Rus bölməsi olaraq müəllimlərin adları sistemdə qeyd olunur və valideyn rahat-rahat girib həmin müəllimi seçir, övladını həmin müəllimin qrupunda hazırlıq mərhələsi üçün müəyyənləşdirir. Ancaq bu qaydalar da göstərir ki, hələ o müəllimin sinifində əlbəttə ki, məktəbə hazırlığı keçmək bu 100% o demək deyil ki, uşaq o sinifdə təhsil alacaq. Amma bir məqam da var ki, təbii ki, qaydalarda göstərilir ki, şagird həmin müəllimdə təhsil alırsa, arzu olunandır ki, birinci sinifi də onunla davam etdirsin. Çünki artıq onların psixoloji kontaktı var. Çalışırıq ki, belə o nüansları qoruyaq. Ona görə də sistem öncədən bütün bu məsələləri hesablayıb. Bəs bir necə məktəbi necə seçim etmək mümkündür, Lamiyə xanım? Bir və ya bir neçə, yalnız bir məktəbi seçmək mümkündür. Çünki valideynlər bəzən çaşqınlıq hissi yaşayırlar, o qədər hazırda böyük seçim var ki. Bəli, qərar vermək lazımdır. Hal-hazırda Bakı şəhərində 266, 304 orta ümumi təhsil müəssisəsinin 266 müəssisədə kifayət qədər böyük seçimdir. Yəni, hər kəs öz yaşadığı ərazidə ən azından 1, 2, 3 seçim edəcəyi məktəbə hazırlıq mərhələsi vardır. Təşəkkür edirik, Lamiyə xanım, işləriniz doğrular arzulayırıq. Valideynlərə isə tövsiyəmiz budur ki, dincəlirsinizsə bir qədər interaktiv dincəlin. Şəbəkələrdə elə belə yox, məktəbə hazırlıq kursları ilə maraqlanın. Yeri gəlmişkən məktəbəqəbul.edu.az saytı artıq elektron ərizələrin qəbuluna başlayıb. Odur ki, uşaqlarımızın gələcəyi üçün azyaşlı dostlarımızı artıq indidən həyata hazırlamaq çox vacib mərhələdir. Hələ vaxtda bir qədər var, amma düşünməyin ki, hər şeyi son məqamda etsəm, çatacam. Çünki o qədər seçim böyüdür ki, hazırda hər hansının üzərində öz qərarımı verib seçimi saxlayacağım deyə sual da sizi düşündürə bilər. Əslində, çox yaxşı haldır ki, bugün hələ biz bu haqda söhbət açırıq və istənilən halda artıq ilk mərhələdən bizim balaca dostlarımız hansı sahədə püxtələşib, ixtisas seçimi edib, hansı peşə sahibi olacağım deyə solları ətrafında özləri belə düşünürlər. Və onlar kiçik yaşlarından sehirli qələmi əllərinə alıb, artıq demək olar ki, öz müstəqil həyatlarına qədəm qoyduğu halda artıq özləri
həyatlarını yazırlar. İstənilən vəziyyətdə bəzən elə ixtiralar olub ki, onları elə uşaqlar özü ediblər. Kim bilir, bəlkə bizim birincilər bundan sonraki mərhələdə elə dünya səviyyəsində tanınacaq. Məhz bunu arzu edirik. Əgər qələmdən söz düşmüşkən, Emil, elə gəl səhər tamaşaçılarına qələmin ixtirası, icadı hansı illərə gedib çıxır? Əlbəttə ki, tarixi çox qədimdir. Elə qədim Şumerlər mıxa bənzər bir xüsusi dəmir parçası ilə qayalar üzərində cizgiləri çizməyə başlayıblarsa, bu artıq qələmin yaranmağına bir rəvac idi. Sonralar isə səhv etmirəmsə 1780-ci ildə Harrison tərəfindən artıq qələmlər icad olunmağa başladı. Sonra avtoqələmlər, sonra patentləşmə, əslində Avropada ixtira olunsa da, sonraki mərhələdə Amerikada bu öz əksini tapdı, patentləşdirildi. Təfərrüatlı video süjetimizdə.